Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebu'l Qasim Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Xoş gördük sizləri əziz və dəyərli qardaş və bacılarımız Əhl-i Beyt əleyhimussalatu vesselam aşiqləri. Özümə borc bilirəm ki, İmam Rıza əleyhissalatu vesselamın əzəmətli və nuraniyyətli məhzərindən sizə salam dualarımı yetirim və sizin üçün duaçı olaq. İmam əleyhissalatu vesselamın əzəmətli məhzərindən hamınıza salamlarımız var və sizə hamınıza dua edirik. Və sizdən də xahiş edirik, lütfən bütün İslam ümməti üçün, bütün Əhl-i Beyt əleyhimussalatu vesselam aşiqləri üçün inşallah dua edin ki, İzzət zülmə qalib gəlsin inşallah. Biz təxminən elm barəsində olan dərslərimizi sizin xidmətinizə çatdırdıq və gəlib təxminən bura çatdıq ki, elm, agahlıq, bilmək Allah dərgahında, Allah məhzərində ən əziz və əzəmətli bir nemətdir. Çünki Allahın adlarından biri də alimdir. Alim budur ki, heç bir nöqtə, heç bir yer yoxdur ki, orada elm olsun. Bu varlıqda o elm olmasın. Alim tamam mənasındadır. Yəni, sözün əsl mənasında. Necə ki, həqiqi həyat Allaha məxsusdur, həqiqi elm də Allaha məxsusdur. Bəs elm dedik ki, özü bir növrədən iki yerə bölünür. Faydalı və faydasız elmlər, mən onu izah elədim. Faydalı elmlər də dedik ki, iki yerə bölünür. Bunları da izah elədik. Gəlib yetişdik ki, bura ki, Allah Taala deməli, özü istədiyi şəxslərə elm verir və o elmə ad qoyur ki, elmi lədunni, anadan gəlmə elm. Elmi lədunni, yəni budur ki, heç bir şəxs ya şəxsiyyət tərəfindən bu insan Allahdan başqa belə deyək, tərbiyə görməyib, elmi tərbiyə görməyib. Yəni, heç bir kəsin qarşısında diz çökməyib ki, elm oxusun. Onun qarşısında oturmayıb ki, ondan elm öyrənsin. Fəqət Allah tərəfindən verilən bir nemətdir, elmi nemət. Buna deyilir elmi lədunni. Bu elmi lədunni kimlərə aiddir? Bildiyimiz kimi, məsumlarımız, istəyir 124 min Peyğəmbərimiz əleyhimussalatu vesselamlar olsun, istəyirsə də Peyğəmbərimiz başda olmaqla 14 məsumlarımız olsun. Bildiyimiz kimi, bu elm-i lədunni Allahın icazəsi qədərdir. Məxluqatlarda, Allahın, insanlarda Allahın icazəsi qədərdir. Yəni, əndazəsidir, ölçüsü qədərdir. Amma buna baxmayaraq, həqiqi elmdən bunlara verilib. Mən keçən dəfə mübarək Quran-ı Kərimdə Həzrəti Süleyman Peyğəmbərimiz əleyhissalatu vesselam haqqında dedim və oradakı olan deməli bəzi belə deyək, şeytanların o insanlara elm öyrətməsi, dedim ki, o elm mənfi elm olduğu üçün, cadu olduğu üçün, tilisim olduğu üçün müsbət elmdən ayrılır və onun müqabilində dayandığı üçün, xoşa gəlməz elm sayıldığı üçün onu Allah Teala mənə eləmişdi. Yəni, yasaq eləyib onu. O elmi qoymayıb ki, insanlar öyrənsinlər. Bəs bu elm pis elmdir. Nəyin müqabilində? Həqiqi və müsbət elmin müqabilində dayanmışdı. Bəs cəbhə tutmuşdu bu. O cəbhədə çıxış eləyirdi ki, bu şeytan və şeytanın ordusu, bu ordu öz-özlüyündə istənilən anda, istənilən zaman və istənilən məkanda Allahın fərmanlarına, təkliflərinə qarşı çıxırdı və insanları
öz həqiqi ədalətli cızıqlarından çıxardıb birmənalı şəkildə cəmiyyətə müsibət üz versin deyə o qədər bunlara savad verirdi ki, elm verirdi ki, həmin bu tilsim elmindən verilirdi ki, şeytanlar tərəfindən insanlar bir-birini cəmiyyətdə belə deyək sıxışdırsınlar və ümumiyyətlə o cəmiyyət, o cami belə deyək fəsadlı cəmiyyətə çevrilsin. Və bu fəsad özü Allahın belə deyək ən nifrət etdiyi, Allahın belə deyək ən belə ciddi bir şəkildə acığı gəldiyi bir halət olduğu üçün Allah onu insanlara yasaq etmiş və insanlar tövsiyə etmişdir ki, Peyğəmbərlər vasitəsilə əleyhissalatu vesselam ki, bu işləri görməyəsiniz ki, cəmiyyətiniz və ya qoymayasan görülsün ki, cəmiyyət fəsada geçsin. Əlbəttə, Peyğəmbərlərdə bu sifətlər yoxdur. Fəqət Peyğəmbərlərə vəhy olunurdu, ilham olunurdu və Peyğəmbərlərimiz və məxsusən Peyğəmbər İslam sallallahu aleyhi və səlləm onu cəmiyyətə ötürürdü ki, bu cəmiyyət daha da dolğun bir şəkildə Allahın qanunları ilə hərəkət etsinlər və o fəsadlı cəmiyyətdən pak və münezzəh qalsınlar. Vəssalamu aleykum və rəhmətullah.